Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Astaradan Bakıya sərnişin daşıyan Mercedes markalı avtomobil Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində qəzaya uğrayıb. Reportun məlumatına görə avtomobilin yol kənarında olan maneəyə çarpılması nəticəsində sürücü 1991-ci il təvəllüdlü Rəhim Hüseynov ölüb. Hadisə nəticəsində 2 sərnişin isə xəsarət alıb. Sabunçu rayonu Maştağa qəsəbəsində bir nəfər yaşadığı evdən $6300 pul vəsaitinin naməlum şəraitdə uğurlandığını bildirib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Sabunçu rayon polis idarəsi 14-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Əlizadə müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.